Saçlarım tökülür, PRP edə bilərəmmi? İlk öncə, əgər bu xanım pasientdirsə, biz ona PRP etmədən əvvəl mütləq qan dəyərlərinə baxmalıyıq. Əgər pasientin dəmiri, feritin, vitamin D-si, B12-si aşağıdırsa, bu zaman PRP etməyin saç tökülməsində heç bir mənası qalmayacaq. Yəni, pasientlər eşidirlər oradan-buradan ki, PRP olunur, mezoterapi edilir, saçımın tökülməsi dayandı. Bilirsinizmi, burada çox belə incə bir nüans var ki, PRP hər kəsə edilə bilməz. İlk öncə PRP-dən öncə mütləq qan dəyərləri baxılmalıdır və ondan sonra qərar veririk ki, PRP edirik və yaxud da mezoterapi edirik və yaxud da bu prosedurlar heç bir fayda verməyəcək. Öncə daxildən defitsit olan qan dəyərləri düzəlməlidir və ondan sonra biz yerli müalicəyə başlaya bilərik. Əgər sizə də kimsə bu barədə, bəli, gəlin PRP edə bilərik sizə, saç tökülməniz dayanacaq, mezoterapi 5 seans, PRP 10 seans, bu şəkildə sizə vədlər verilirsə, inanmayın. Əlbəttə ki, mütləq doğru seçim etmək lazımdır. Çünki saç tökülməsini sadəcə PRP ilə müalicə olunmaz.